Salam əziz abituriyentlər. Bu videoda mən sizlər üçün Biologiya OTK 20 sınaq test toplusundan ikinci sınağın 26-cı sualının izahını vermək istəyirəm. Sualda verilir heyvan, yəni bu məməli heyvandır, itdir. Havanın həcmi 2000 ml, havada oksigen qazının həcmi 21%-dir. Bizdən havadan istifadə etdiyi oksigen qazının minimal həcmini istəyir. Demək, əvvəlcə oksigenin payını tapmalıyıq biz. Havanın həcmi əgər 2000 millilitrimiz varsa bu 100%-dir. X da olur 21%. Demək, X bərabərdir 2000 vuraq 21 bölək 100. Yəni, X-in qiyməti 420 kub santimetrə bərabər olur. Demək, biz tapdıq ki, havadakı oksigenin miqdarı 420 kub santimetrdir. Və bilirik ki, məməlilər də havadakı oksigenin minimum 20, maksimum 25%-dən istifadə edir. Bizdən isə minimum hesablamamızı tələb edir. Demək, onda yazırıq. Havadakı oksigenin miqdarı, yəni 220 kub santimetr 100%-dirsə, demək, X də 20%-dir. Onda X-i tapırıq. X bərabərdir 420 vuraq 20 bölək 100. Bu da eləyir, demək, 84 kub santimetr. Demək, doğru cavabımız olur 84 kub santimetr. Yəni, itin havadan istifadə etdiyi oksigen qazının miqdarı 84 kub santimetrə bərabərdir.